yanvar şəhidləri də öz canları bu xalqın azadlığı yolunda, xalqın istiqlaliyyəti yolunda, izzəti yolunda, haqq uğrunda fəda verirlər. Ona görə biz də özümüzə bu günlərin xatirəsinə tutmağa borc bilirik. Və 20 yanvar şəhidlərinin xüsusi səciyyəvi, önəmli xüsusiyyətləri var. Bütün şəhidlərin, bütün tarixi dövrdəki şəhidlərin hərəsinin özünə məxsus xüsusiyyətləri olduğu kimi 20 yanvar şəhidlərinin özünə məxsus xüsusiyyəti bundan ibarət ki, onlar xalqımızın istiqlaliyyətinin qurucuları sayılırlar. Onların şəhadəti hesabına məhz xalqımız istiqlaliyyət, müstəqilliyi əldə elədi. Ona görə də biz müstəqilliyimizi görə məhz 20 yanvar şəhidlərinə ilk növdə borcluyuq. Onlar bu xalqın istiqlaliyyət yolunun zirvəsi sayılırlar. Ona görə Allah onların timsalında cəmi şəhidlərimizə rəhmət eləsin. Onlardan sonra fikir verirsinizsə, birinci Qarabağ şəhidlərinin özünə məxsus xüsusiyyətləri var. Onların gözləri yolda qaldı. Biz həmin vaxt həm şəhidi verdik, həm də torpaqlarımızı itirdik. Onlar bu dünyadan nakəm köçmüşdülər. Amma sonralar artıq aprel döyüşlərində həmin döyüşlər düşmənə bir xəbərdarlıq idi. Həmin döyüşün cəngavər oğulları və orada şəhid olan insanlar sanki bir xəbərdarlıq mesajı göndərdilər və nəhayət 2-ci Qarabağ müharibəsində vətənimizin igid oğulları öz canlarını fəda verməklə, yaxud canlarının bir qismini itirməklə şəhidlərimiz və qazilərimiz o torpaqları yenidən işğal altında olan torpaqları qaytarmağa müvəffəq oldular və biz artıq bu anlayışlığı bizə yaşadan məhsul onlardır. Allah ona görə şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, gözəl aqibət nəsib eləsin.